Rusiya prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. Qanuna görə, yüksək vəzifəli dövlət qulluqçuları hər il aprelin 1-nə qədər öz gəliri və xərcləri, həmçinin həyat yoldaşlarının və yetkinlik yaşına çatmayan uşaqların gəlir və xərclər haqqında bəyannamə təqdim etməlidir. Lakin 2023-cü ildən bu məlumatlar bəyan edilsə də dərc edilmir. Belə ki, 2022-ci ildə Putin müharibə dövründə vəzifəli şəxslərin gəlir, xərc və digər əmlak məlumatlarının kütləvi informasiya vasitələrində dərc edilməməsi barədə fərman imzalayıb. Putinin ictimaiyyətə açıqlanan son bəyannaməsində 77 kvadrat metr mənzil, 17 kvadrat metr qaraj, 2 köhnə Volga Qaz M21, Niva yolsuzluq avtomobili və Skiv qoşqusu qeyd olunub. Putin həmçinin 153,7 kvadrat metr mənzildən istifadə edir. Bütün bu əmlaklar Rusiyada yerləşir. Həmin il prezidentin gəliri təxminən 10,2 milyon rubl təşkil edib. Eyni əmlaklar Putin tərəfindən 2024-cü ildə keçirilən prezident seçkisində namizəd kimi təqdim edilən bəyannamədə də qeyd olunub. Amerikanın Ukraynada müharibəyə son qoymağa yönəlmiş modelləri və sxemləri münaqişənin köklü səbəblərini aradan qaldırmır. Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov deyib. Diplomatın sözlərinə görə, Moskva Vaşinqtonun vəziyyətin həlli ilə bağlı təkliflərinə ciddi yanaşır, lakin onları olduğu kimi qəbul edə bilmir. Əlbəttə ki, bizim bu mövzuya dair dərin və diqqətlə düşünülmüş öz prioritetlərimiz və yanaşmalarımız var. Bu yanaşma Ər-Riyadda Amerikalılarla bu yaxınlarda aparılmış danışıqlarda iştirak edən qrupumuz tərəfindən işlənib hazırlanmışdır. ABŞ İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verən 6 qurum və 2 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu qurumlar İranda PUA istehsalı ilə məşğuldur. Ukraynanın ABŞ-la yeni genişləndirilmiş faydalı qazıntı sazişi layihəsində NATO-dan bəhs edilmir. Lakin saziş Ukraynanın gələcəkdə Avropa Birliyinə daxil olması ilə ziddiyyət təşkil etməməlidir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Almaniyanın Xarici İşlər Naziri Annalena Baerbockla birgə keçirdiyi brifinqdə deyib. Zelenski bildirib ki, hazırda Ukrayna və Amerika komandaları bu müqavilənin yeni layihəsi üzərində işləyir. Ukraynanın cənubunda Rus işğalçılar hücum əməliyyatları və yeni dayaq nöqtələri ələ keçirmək üçün qüvvələr toplayır. Bunu Ukraynanın cənub müdafiə qüvvələrinin nümayəndəsi Vladislav Voloshin deyib. O həmçinin qeyd edib ki, Ukrayna silahlı qüvvələri bölmələrinin məsuliyyəti zonasında Rusiya hərbiçilərinin fəallığı xeyli artıb. Atom Enerji üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Grossi İrana gedəcək. Bu barədə İran Xarici İşlər Naziri Abbas Araqçı ilə Grossi arasında baş tutan telefon danışığında razılıq əldə olunub. Qeyd olunub ki, nazir nüvə müzakirələrində son vəziyyətlə bağlı həmsöhbətini məlumatlandırıb. Araqçı Magetini İranın nüvə obyektlərinə təhdidlərə qarşı aydın mövqe tutmağa çağırıb. Həmçinin tərəflər iki tərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparıb. İran, Amerika Birləşmiş Ştatlarının istənilən hücumundan cavab olaraq Diego Garcia'da yerləşən ABŞ Böyük Britaniya hərbi dəniz bazasına zərbə endirəcək. Bu barədə The Telegraphın İranın yüksək rütbəli hərbi rəsmisinə istinadən məlumat yayıb. Rəsmi ABŞ tərəfindən İrana hücum olunarsa, Hind okeanındakı Britaniya Amerika hərbi dəniz bazasının vurulacağını deyib. İrana hücum olunarsa, Britaniya və ya ABŞ qüvvələrinin hədəfə alınmasında heç bir fərq olmayacaq. Əgər bazanız Amerikalılar tərəfindən istifadə olunursa, hədəfə alınacaqsınız. Qeyd edək ki, Vaşinqton sözgedən bazada uzaq mənzilli bombardımançı təyyarələrini yerləşdirib. ABŞ-ın strateji komandanlığının sözcüsü bu həftənin əvvəlində B-2 Spirit bombardımançılarının Chagos adalarındakı Diego Garcia dəniz dəstək mərkəzindən göndərildiyini təsdiqləyib. Böyük Britaniya hökumətinin sözcüsü isə İranın bu təhdidlərini ən sərt şəkildə pislədiyini bildirib. Britaniya hökuməti gərginliyin azaldılmasını təşviq etmək üçün regiondakı tərəfdaşları ilə əməkdaşlığını davam etdirir.
Diego Garcia'dakı baza Böyük Britaniya və ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır və regional, eləcə də beynəlxalq təhlükəsizliyin qorunmasında mühüm rol oynayır. Diego Garcia'dakı hərbi baza daha əvvəl Amerika Birləşmiş Ştatlarının İraq və Əfqanistana endirdiyi hava zərbələri üçün istifadə edilib. Bazanın mövcudluğu regionda geniş miqyaslı hava əməliyyatlarının həyata keçirilməsinə imkan yaradır. Fransa hakimiyyəti Milli Birlik Partiyasının lideri Marine Le Penə qarşı yeni istintaqa başlayıb. Le Pen bu dəfə hakimlərə hörmətsizlik və hədə qorxu gəlməkdə ittiham edilib. Nəşr qeyd edir ki, tədqiqat Paris Cinayət Məhkəməsinin Le Penin prezident seçkilərində iştirakını 5 il müddətinə qadağan edən hakimləri sərt tənqid etməsindən sonra başlayıb. Türkiyə artıq qlobal güclərin arxa başçısı deyil. Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib. Türkiyə gücünü milli iradədən alan bir iqtidarın rəhbərliyi ilə yoluna əzmlə davam edir. Siyasi rəqabət prinsiplərlə həyata keçirilir. Təhdid yolu ilə deyil. Türkiyə millətin iradəsi və Prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə güclüdür və yoluna davam edir. Abxaziyalılar Rusiyada yaşayış icazəsi və ya Rusiya pasportu olduqda sadələşdirilmiş qaydada sürücülük vəsiqəsi ala biləcəklər. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanda qeyd olunub. Rusiya qanunvericiliyi müvafiq qaydada tam tənzimlənənə qədər bu kateqoriyaya aid Abxaziya vətəndaşları mövcud milli sürücülük vəsiqələri ilə avtomobil idarə edə biləcəklər. Avropa Birliyinin ABŞ prezidenti Donald Trump'ın tətbiq etdiyi tariflərə cavab vermək üçün güclü planı var. Bu sözləri Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib. Avropa Parlamentində danışan Leyen tariflərə məruz qalacaq növbəti sektorların yarım keçiricilər, əczaçılıq məhsullar və taxta olacağını qeyd edib. O bildirib ki, Avropalılar ABŞ-ın bəyanatlarından tamamilə məyusdur. Bu qarşıdurmaya Avropa başlamadı. Biz mütləq şəkildə cavab tədbirləri görmək istəmirik. Amma məcbur olsaq, güclü cavab planımız var və ondan istifadə edəcəyik. Qeyd edək ki, ABŞ 3 apreldən avtomobillərə idxal rüsumları tətbiq edəcəyini elan edib. Martda alüminium və polada analoji tariflər tətbiq edilmişdi.